Salam dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Bugün nəzəriyyəmizin davamını nəzəriyyə 4-ü keçirik və burada bir sıra önəmli məsələlərə toxunacağıq. Məsələn, süjet xətti, kompozisiyadır, sonra obrazlar, surətlərin təhlilidir, cərəyan və metodlardır. Gəlin birbaşa təhlilimizə başlayaq. Deməli, ilk bizim bilməli olduğumuz anlayış burada süjet xəttidir. Süjet xətti ümumiyyətlə testlərə dəfələrlə düşmüş bir mövzudur. Çünki elə əsərlər var ki, onların süjet xətti olur, elələri var ki, olmur. Və yaxud da vahid süjet xətti nədir? Süjet xəttinin qolları nə deməkdir? Yəni, süjet xətti ümumiyyətlə bədii əsərdə hadisələrin müəyyən xətt üzrə inkişafına deyilir. Yəni, süjet bir şey haqqında nağılvari danışmaq deməkdir. Məsələn, tutaq ki, Əlim-Əlimin həyatı haqqında bir dənə hekayə yazırsan. Əlim-Əlim məsələn dərsə gəlir. Orada şagird məsələn dərs prosesini şagirdə izah edir. Şagird ona bir sual verir. Bu hadisələr əsərin süjetidir. Yəni əsərin gedişatı əsərin süjeti hesab olunur. Və bizim süjetimizin mərhələləri olur. Gəlin həmin mərhələlərə baxaq. Deməli burada rəqəmlərin yeri biraz düzəliş eləyər rəqəmlərimizə. Deməli rəqəmlərin yeri biraz səhv düşüb. Bizim həyatdakı yerimiz kimi. Aha, deməli. Süjetin birinci mərhələsi ekspozisiya mərhələsidir. Ekspozisiya əsərin lap əvvəli girişi hesab olunur. Ondan sonra isə, yəni o ekspozisiyada ümumiyyətlə əsərdə hadisələr, obrazlar haqqında oxucu yeni tanışlıq əldə edir, yeni məlumat əldə edir. Hələ məsələn əsərdə problemlərlə rastlaşmır, problemin nə olduğunu tam fərqinə varmır. Daha sonra bizdə zavyaska mərhələsi gəlir, yəni yüksələn xətt üzrə. Zavyaska mərhələsində isə artıq oxucu əsəri oxuyanda həmin əsərdə baş verəcək problemlərin şahidi olur. Yəni o itin düyününü bağlayırıq məsələn. O düyün əsərdə də bir düyün anlayışı olur, yəni problem anlayışı. O problemləri biz əsərin zavyaska mərhələsində öyrənmiş oluruq və ümumiyyətlə zavyaska əsərin ən böyük hissəsini əhatə edir. Yəni zavyaskada görürsən ki, əsərin bir çox hissəsi, orada obrazların başına gələn hadisələr filan öz əksini tapmış olur. Məsələn, oxucu bəzən elə bilir ki, əsərin ilk məsələn 1-2 səhifəsi zavyaskada elə deyil. Bəzən ola bilər ki, bir əsərin 80% zavyaskaya getsin. Zavyaskada məsələn, zavyaskadan sonra gələn hissə isə əsərin ən həyəcanlı yeri, oxucunu həyəcanlandıran, görəsən əsərdə o problem həll oldu mu, indi obrazların başına nə hadisələr gələcək. Yəni, ən belə pik nöqtə kulminasiya hissəsidir. Kulminasiyadan sonra isə artıq düyünlərin açılması, əsərdə məsələn oxucunun problemlə tanış olması, hər şeyin bəlli olması hissəsi isə razyaska hissəsidir. Əsərin o sonluğu, ən son hissə, obrazların o sondakı başına gələn hadisələrin yekunu isə final hissəsi hesab olunur. İndi burada bilməli olduğumuz məsələlər nələrdir? Ekspozisiyaya bədii giriş, bədii zəmin və bədii müqəddimə də deyirik. Zavyaskaya düyün, süjetin daha böyük hissəsi deyir. Yəni zavyaskada dediyim kimi düyün bağlanır. Kulminasiya zirvə hesab olundu. Razvyaska düyünün açılması oldu. Finalda hadisələrin sonluğu oldu. İndi isə gəlin. Biz burada məsələn bomba əsərindən nümunə ilə süjetin mərhələsini izah edir. Məsələn, bomba əsərində Kərbəlayı Zal adlı bir obrazımız var. Əsərin əvvəlində onun həyatı haqqında, onun həyat yoldaşı ilə yaşam tərzi haqqında biz məlumatlar əldə edirik. Zavyaska hissə bu əsərin oldu ekspozisiya hissəsi, yəni bədii girir. Kərbəlayı Zalla ilk tanışlığındır. Daha sonra Kərbəlayı Zalın həyat yoldaşı ona deyir ki, məsələn, sən bu uzun müddətli burada işləyirsən, amma hələ də bir nəticə yoxdur. Məsələn, Kərbəlayı Zal cavabında deyir ki, eyb yoxdur, biraz da işim, pensiyaya çıxaram, bir yer açaram və s. Daha sonra məsələn orada Kərbəlayı Zalı çağırırlar o hökumət adamını və ona deyir ki, pristav ona deyir ki, sən yaxşı işləmirsən və belə olsa sənin yerə başqa birini təyin edəcək. Kərbəlayı Zal da bu gözətçi idi həmin ərəfələrdə və ola narahat olmağa başlayır ki, birdən məni işdən qovarlar. Bu hissələr zavyaskadır, çünki Kərbəlayı Zalın həyatdakı problemlərlə tanış oluruq əsərin bu hissəsində biz. Daha sonra Kərbəlayı Zal məcbur olur, günlərin bir gecən bir aləmdə çıxır çölə gözətçilik eləməyə. Görür ki, bir nəfər məsələn atının belinə çuvallar yükləyib, həmin çuvallarda giridə şeylər var. Fikirləşir ki, onlar bombadır və ona görə də dərhal bütün polisləri filan gözətçilər ora tökür və gəlirlər ki, görsünlər, o adamı tutsunlar və o bombaları ortaya çıxarsınlar. Və oxucu burada o ətrafdakı bütün polislərin filan ora yığışması hissəsində həyəcanlanır. Fikirləşir ki, görəsən çuvaldan bomba çıxacaqmı, ya çıxmayacaqmı? Və əsərin həyəcanlı hissəsi olur, kulminasiya hissəsi. Daha sonra isə orada çuvalları açırlar. Açandan sonra isə
içindən bomba yerinə qarpız çıxır. Artıq bizə məlum olur ki, sən demə orada bomba yoxmuş. Düyünlərin açılması hissəsi tam olaraq buradır. Biz bura deyirik razvyaska hissəsi. O sonda Kərbalazanın işdən qovulması, rüsvay olması isə ən son hissə final hissəsi olur. Final adətən qısa olur. Yəni bu formada da yadda saxlaya bilərik süjetin mərhələlərini. İndi isə davam ilə süjeti bildikdən sonra isə gələk biz sizinlə kompozisiya hissəsinə. Ümumiyyətlə süjet və kompozisiya bir-birinə yaxın anlayışlardır. Kompozisiya və kompozisiya ünsürləri nə deməkdir? Kompozisiya əsərə əlavə edilə biləcək və əsəri daha da gözəlləşdirəcək əlavələrdir. Və kompozisiyanı biz başa düşmək üçün 5 anlayışa bilməliyik. Epiqraf, proloq, epiloq, peyzaj və lirik rizat anlayışlarını. Yəni bu 5 anlayış izahatından sonra sizə aydın olacaq kompozisiya tam olaraq nə deməkdir. Epiqraf əsərin yaxud fəslin əvvəlinə verilən hikmətli fikir və ifadəyə deyilir. Yəni sən bir yazısı olaraq bir kitab yazırsan, həmin kitabın əvvəlində, əsərin əvvəlində bir atalar sözü və ya da hansısa dahinin bir fikrini və ya da öz fikrini orada qeyd edirsən. Bu bir hikmətli fikir kimidir və epiqrafda həmin o sənin epiqrafın, yəni o hikmətli fikrin əsərdə baş verəcək hadisələr haqqında bir ipucu verir sənə. Məsələn, Tolstoyun Anna Karenina əsərində maraqlı bir epiqraf nümunəsi var. Deyir ki, məsələn, bütün xoşbəxt ailələr bir cür xoşbəxtdir, yəni xoşbəxtlikləri eynidir. Amma bütün bədbəxt ailələrin hərəsi isə ayrı cür bədbəxtdir. Yəni hər bir bədbəxtliyin, hər bir kədərin acının içində bir fərqlilik var. Bu epiqraf maraqlı bir epiqrafdır. Biz onu oxuyanda əsərdə deməli anlayırıq ki, bir bədbəxtlikdən söhbət gedir. Ailələrin başına gəlmiş bədbəxt hadisələrdən danışılacaq. Bu arada Anna Karenina əsərini çox tövsiyə edirəm oxumaq. Çox gözəl bir əsərdir. Epiqraf budur. Bəs proloq nədir? Proloq əsərin əvvəlinə verilən və oxucunu əsərlə tanış edən yığcam hissədir. Bunu biz məsələn ekspozisiyanla səhv salmayaq. Ekspozisiya sujetin tərkib hissəsidir və mütləq olmalıdır əsərdə. Amma proloq isə sən əsərin lap əvvəlində, hələ giriş etməmişdən qabaq oxucunu tanış etmək üçün bir yığcam məlumat versin qısa bir şəkildə. Əsərə aidiyyatı yoxdur. İstəsəm epiqraf verərəm, istəsəm heç onu vermərəm. Epiloq isə epiqrafın proloq, yəni istəsəm proloqu verərəm, yəni qısa yığcam, istəsəm vermərəm. Epiloq isə əsərin sonunda verilən yığcam hissədir. Yəni əsər yekunlaşandan sonra sonda bir qısa məlumat verirəm ki, burada obrazların gələcək həyata necə olduğu, onların başına nə gələcəyi çox qısa bir şəkildə məlumatları ötürürəm. Deməli proloqun tam tərsi epiloqdur. Peyzaj əsərdə ölkə, məkan və ümumiyyətlə peyzaj özü ölkə, məkan yeri deməkdir və əsərdə verilən təbiət təsvirləri, məkan təsvirlərinə biz peyzaj deyirik. Məsələn, hər hansı bir əsərdə sən bir məkanı təsvir edirsənsə, şəhəri təsvir edirsənsə, orada peyzaj nümunəsidir. Məsələn, İskəndərnamədə İskəndərin Bərdəyə gəlib Nüşabə ilə görüşməsi hissəsində Bərdənin təsviri verilib. Orada müəllif Bərdənin gözəlliyindən danışır. Bax, həmin o nümunə orada peyzaj nümunəsi var. Biz deyəcəyik ki, İskəndərnamə əsərində peyzajdan müəllif istifadə edib. Lirik rizət isə bədii əsərlərdə lirik parçalardan və şeirlərdən istifadə deməkdir. Məsələn, bir epik əsər oxuyursan, əsərdə, məsələn, əsərin ortalarında müəllif hadisələri dayandırır, bir dənə şeir verir, lirik hissə parça verir, sonra yenə əsərlər davam edir. Məsələn, Leyli və Məcnun əsərində Leylinin və Məcnunun dilindən verilən qəzəllər var. Biz onlara lirik rizət deyə bilərik. Deməli, indi biz kompozisiyanın bu 5 ünsürünü bildik. İndi bunların əsərdə işlənməsi şərt deyil. Yəni, elə bir qayda yoxdur ki, mən bunların hansını mütləq əsərdə istifadə eləməliyəm. Xeyr. Ola bilsin, mən ürəyim istəyər ikisini bir yerdə, üçünü bir yerdə istifadə edərəm. Ürəyim istəyər heç ümumiyyətlə istifadə eləmərəm. Sadəcə kompozisiya bir bəzəkdir. İstifadə eləsəm əsər daha da gözəlləşəcək. Bunun süjetdən fərqi bax budur. Süjetdə mütləq bu hissələr olmalıdır. Bunlar əsərin tərkib hissəsidir. Yəni bu mərhələlər əsər getdikcə özünü göstərir. Amma kompozisiya isə mənim könlümdən asılıdır. Yəni istəsəm kompozisiya ünsürünü əsərə salaram, istəməsəm salmaram. Bu süjet və kompozisiyadır. İndi gələn mövzu və ideyaya. Mövzu nədir? Mövzu yazıcının əsərə salmaq üçün müraciət etdiyi anlayışdır. Məsələn, tutaq ki, mən bir əsər yazmaq istəyirəmsə, mövzusu nə ola bilər? Götürərəm məhəbbət mövzusunda bir əsər yazaram, qəhrəmanlıq mövzusunu yazaram, kamillik mövzusunu yazaram. Məsələn, iki nəfərin sevgisindən, eşqindən danışıramsa, əsərin mövzusu nə olacaq? Məhəbbət mövzusu. Və yaxud da ki, məsələn, Koroğlu dastanında, sizcə dastanın mövzusu nədir? Orada Koroğlunun igidliyi ön plandadır deyə deyəcək qəhrəmanlıq mövzusu. Əsərdə məsələn bir neçə mövzu ola bilər. Ola bilər məsələn əsas mövzu. Burada olsun, əsas mövzu olsun məsələn qəhrəmanlıq. O əsas mövzunun içində ikinci dərəcəli mövzulara yer verə bilərəm. Məsələn məhəbbət mövzusu özünü göstərə bilər və s. Bəs ideya nədir?
İdeya isə əsərdən çıxarılan fikir, alınan dərs deməkdir. Məsələn, yazıçı bir əsər yazırsa, bu əsər vasitəsilə oxucuya nəyisə çatdırmaq istəyirsə, o çatdırmaq istədiyi fikrə biz ideya deyirik. Məsələn, bir əsərdə ola bilsin ki, məsələn, yazıcı oxucuya bu fikri çatdırsın ki, yalan danışmaq olmaz. Məsələn, əsərdə də bir obraz var, yalan danışanda başına pis hadisələr gəlir və hətta ki, onun yalanları uğursuzluqla nəticələnir. Bu əsərdən oxucu belə bir nəticə çıxar ki, yalan danışmamalıyam. O yalan danışmamalıyam sənin ideyandır. İdeyanın hökmən belə bir qaydası yoxdur ki, sən mütləq onu bir cümlə şəklində deməlisən ki, bu cümlədən kənar heç bir ideya yoxdur. Xeyr, ideyanı istənilən bir cümlə ilə qura bilərsən. Əsas odur, sənin qurduğun cümlə əsərdəki ideyanı əks elətdirsin. İstəyirsən, get məsələn bir 600 səhifəli roman oxu. Onun ola bilsin ki, 15 dənə o əsərdən ideya çıxarda bilim mən. Bu 600 səhifəli romandan get başa düşdüyün ideyanı çıxar, istədiyin cümlə tipi ilə qur, olacaq sənin ideyan. Belə, indi gəlin mövzunun ideyanın biraz qarşılığına baxaq. Deməli, tutaq ki, məsələn, bir əsərin mövzusu məhəbbət mövzusudur. Həmin məhəbbət mövzusuna çıxartdığım ideya isə məhəbbətdə sadiq olmaq lazımdır ideyası ola bilər. Və yaxud da ki, məsələn, iki əsər var, tutaq ki, iki əsərin mövzusu eynidir. Tutaq ki, hər iki əsərdə mövzu məhəbbət mövzusudur. Amma ola bilsin ki, həmin iki əsərin mövzusu eyni olsa da ideyaları fərqli olsun. Məsələn, birində eyni əsərdir, ikisində də məhəbbət mövzusudur, amma birində yazısı ideya olaraq oxucuya çatdırır ki, məhəbbətdə sadiq olmaq lazımdır. Amma o birisi əsərin ideyası məhəbbət mövzulu əsərin ideyası budur ki, məsələn, hər insana xəyanət edə bilər. Bax, birində məhəbbətdə sadiq olmaq lazımdır, ikincisi hər insana xəyanət edə bilər. Fərqli ideyalardır, amma eyni mövzulu əsərlərdən çıxıb, yəni məhəbbət mövzulu əsərlərdən çıxıb. Və yaxud da ki, müxtəlif mövzulu əsərlər var. Tutaq ki, məsələn, birində məhəbbət mövzusudur, birində qəhrəmanlıq mövzusudur. Amma ideyaları eyni ola bilər. Məhəbbət mövzusundan da belə bir ideya çıxa bilər ki, məsələn, insan sevgidə dürüst olmalıdır. Qəhrəmanlıq mövzusundan da belə bir ideya çıxara bilərik ki, hər bir igid öz sevgisində dürüst olmalıdır. Yəni, müxtəlif mövzulu əsərlərin də ideyalarını mən eyni verə bilərəm. Yəni, bu anlayışları əzbəriyə testdə düşən cümlə tipləridir. Bunlar qarşınıza çıxanda yazın. Gələk məzmun və forma anlayışlarına. Məzmun nədir, forma nədir? Baxın, məzmun əsərdə nədən söhbət gedirsə odur. Məsələn, bir əsərin içini oxuyuram və içində o danışılan şeylər əsərin məzmunudur. Məsələn, mən deyirəm, şagird bir əsəri oxuyur, deyirəm ki, əsərin məzmununu mənə danış. Şagird duracaq, o zaman əsəri bütövlüklə mənə danışacaq. Çünki məzmun o özüdür əsərin. Amma forma isə əsərin görünüşü, janr xüsusiyyətləri, yəni formada görünüş xüsusiyyətləri hesab olunacaq. Məsələn, bir şeirdirsə, şeirin forması qafiyə quruluşu ola bilər. O şeirin, məsələn, mətlə məktə beyt, qəzəldirsə mətlə məktə beyt ola bilər. Şeirdə işlənən bəzi təsvir və ifadə vasitələri ola bilər. İndi burada yadda saxlayın nələri? Məzmunla forma vəhdət təşkil edir, yəni bir-birini tamamlayır. Və əgər sizdən soruşsa ki, test məzmun əsaslı, forma əsaslı, mən sizə sual verirəm, sizcə əsərin içi daha önəmlidir, yoxsa çölgördür ki, yəni forması? Təbii ki, içi önəmlidir. Zaten biz o içdəki fikri oxucuya çatdırıb, buna görə əsər yazırıq. Ona görə deyəcəksiniz ki, məzmun əsaslıdır. Amma formanı tam kənara atmaq olmaz. Forma da məzmuna təsir edir və məzmununu tamamlayır. Və sizdən soruşulsa ki, testdə məzmun daha dəyişkəndir, yoxsa forma? Məsələn, mən sizə belə bir şey deyim də, bir qəzəlin qafiyə quruluşu daha tez dəyişir tarix boyunca, yoxsa qəzəlin içindəki mövzular, təbii ki, qəzəlin içindəki mövzular, çünki qafiyə quruluşu o dövrdən bu yana eyni formadadır. A, B, A, C, A, D, A, Y, A formasında gəlir. O zaman deyəcəksən ki, məzmun daha dəyişkəndir. Tarix keçdikcə istənilən yazıcıya görə məzmunu mən dəyişə bilərəm. Məzmun və forma anlayışlarına mütləq fikir verək və testdə bəzən, məsələn, əsərin səndən forma xüsusiyyətləri soruşula bilər. O zaman sırf dediyimiz şeylərə, bax, qafiyə quruluşuna, əsərin janrına, əsərin növünə fikir verməlisən, bəzi təsvir ifadə vasitələrinə fikir verməlisən. Səndən forma soruşulanda əsərin içində gedən hadisələri cavab olaraq götürə bilməzsən. Və yaxud da ki, məsələn, əsərin ideyasını cavab olaraq götürə bilməzsən. Məsələn, sənə soruşsa ki, sual, əsərin forma xüsusiyyətlərini danış. Və ya da hansı əsərin forma xüsusiyyətlərinə doğru fikirdir. Orada da deyir ki, məsələn, Əl Abbasın 5 eşşəyi itmişdir. Bu fikir təbii ki, səhvdir. Çünki Əl Abbasın əsərdə 5 eşşəyin itməsi forma xüsusiyyəti deyil, məzmun xüsusiyyətidir. Bunu yadda saxlayaq, işimiz rahat olsun. Məzmun və formanı keçəndən sonra gəlir biz bəzi anlayışların izahına. Bu anlayışın izahına diqqətlə qulaq asaq, çünki bunlar da nəzəriyyədə mühüm anlayışlardır. Birinci anlayışımız fərdiləşdirmə anlayışıdır. Fərdiləşdirmə nədir? Fərqləşdirmə bir surəti digərlərindən fərqləndirmək deməkdir. Məsələn, tutaq ki, mən bir əsər yazıram.
Əsərdə bütün insanlar pis insanlardır, fırıldaqçı, yalancı, yaltaq insanlardır. Amma mən ora bir qəhrəman qoyuram, o onlardan fərqlənir, dürüst insandır, doğru insandır, sadiq insandır. Bu fərqlənən insana biz deyəcəyik xarakter, çünki digərlərindən fərqlənir, xarakterlidir, belə yadda saxlayaq. Hə, o obraza da deyəcək ki, fərdiləşdirmədən istifadə olunub. Yəni bunu digərlərindən fərqləndirmişəm. Ümumiləşdirmə isə bunun tam tərsidir. Məsələn, bir əsərdə bir obrazımız var. O fırıldaq, yalancı, hiləgər obrazdır və bizim cəmiyyətimizdə yaşayan fırıldaq, yalancı, hiləgər obrazların siması kimi orada, prototipi kimi orada özünü əks etdirir. O zaman məsələn, həmin obraza deyəcək ümumiləşdirmədən istifadə olunub, həmin obrazda olacaq tip. Yəni bu fərdiləşdirmə və ümumiləşdirməni biz cəmiyyətə baxıb müəyyənləşdiririk. Yəni cəmiyyətdə az tapılan obrazı mən əsərə salıramsa, müsbət xüsusiyyətlərini önə çəkirəmsə, o fərdiləşdirmədir və xarakterdir həmin obraz. Amma cəmiyyətin neqativ xüsusiyyətlərini bir obrazda əsərdə ümumiləşdirirəmsə, həmin obraza tip deyirik və ümumiləşdirmədə orada istifadə olunur. Fərdiləşdirmə Oktay Eloğlu'nun nümunə göstərə bilərik. Müsbət Fəxrəddidə Fəxrəddin fərdiləşdirmə nümunə göstərilə bilər və Oktay da xarakterdir, Fəxrəddin də xarakterdir. Amma ümumiləşdirməyə məsələn biz Qurbanəli bəy də Qurbanəli bəy nümunə göstərə bilərik. Həmin dövrdə Azərbaycan bəylərinin ümumiləşmiş obrazıdır və həmin dövrdə Azərbaycan bəyləri yaltaq olduğu üçün əksəriyyətlər, yəni ruslara meyilli olduğu üçün burada müəllif ümumiləşdirmədən istifadə edir və Qurbanəli bəy də tipdir. Belə yadda saxlayaq. Sonra burada sürətlərimiz var. Müsbət sürət, yadda saxlayaq ki, əsərin ideyasının daşıyıcısı olan sürətdir. Yəni, müəllifin çatdırmaq istədiyi fikri əsasən müsbət sürət üzərində çatdırır. Müsbət sürətin qüsurları və səhvləri də ola bilər. Məsələn, Nizami Gəncəvinin İskəndərnamə əsərində İskəndər müsbət sürətimizdir. Amma müəllif onun qüsurları və səhvləri ilə təqdim edilir. Bu normaldır. Zaten belə bir mükəmməl obraz olsa ki, heç bir qüsuru olmasın, bu zaten ədəbi əsər olmaz həmin əsərimiz. Çünki ədəbi əsərin həyatla bir əlaqəsi olmalıdır. Deməli, mənfi surət isə əsərin ideyasının əksinə olan şər obrazdır. Məsələn, əsərin ideyasının müəllif yaxşılığı təmsil edirsə, yaxşılıq əsərin ideyasıdırsa, bu yaxşılığın əksinə olan şər obrazlara biz mənfi surət deyəcəyik. Və yadda saxlayaq, əsərin baş qəhrəmanı mənfi surət ola bilər. Məsələn, Qurbanəli bəy əsərin baş qəhrəmanı Qurbanəli bəy, amma mənfi surətdir o. Yəni, belə bir problemimiz yoxdur. Əsas surət dediyimiz şey isə süjetlə bağlı olan, mərkəzdə duran surətlərdir. Məsələn, tutaq ki, bir əsərdə süjetə təsir edən və yaxud da ki, əsərin gedişatında önəmli rol oynayan surətlərimiz əsas surətdir. Məsələn, yadda saxlayaq, bəzən ola bilər ki, əsas sürətimiz çox göz önündə olmasın əsərdə, amma yenə də biz onu əsas sürət götürürük. Məsələn, Aldanmış Şəvakib əsərində Mövlana Cəmaləddini götürək və yaxud da Sədrəddini götürək. Cəmaləddin çox göz önünə gəlmir. Bir dəfə biz onun səhnəsini görürük, o da gəlir, məsələn, həqiqəti onlara söyləyir, çıxış yolu göstərir onlara. Hə, amma bir dəfə gəlməsinə rəğmən biz onu orada əsas sürət deyirik. Çünki əsərin gedişatında onun fikri önəmli rol oynayır. Cəmaləddin o təklifi irəli sürməsəydi, gedib Yusif Sərracı necə tapacaqdılar? Ona görə də biz Mövlana Cəmaləddin əsas sürət deyirik. Epizodik sürət isə süjetlə ciddi bağlılığı olmayan, tində bucaqda fırlanan sürətlər. Yəni, həmin sürətlərin əsəri sadəcə olaraq bəzək üçün istifadə edir müəllif. Tutaq ki, sizə serialdan nümunə gətirim. Tutaq ki, Əşrəf Rüya serialında Nisanı gətirən taksici obrazı gətirdi, Nisanı düşdü, məsələn, düşürüb getdi də. Həmin taksi obrazına biz epizodik sürət deyəcəyik. Düzdür, filmdən nümunə gətirin. Çünki bir əsərdə belə bir hal var da. Çünki sən onsuz da o taksi obrazını görməyəcəksən, gəldi, getdi. Ona görə epizodik sürət belə sürətlərdir. Sonra əsərimizdə təbiət sürəti var, əşya sürəti var. Əşya sürəti, məsələn, bunlar ideyaya təsir edə bilərmi? Əlbəttə edə bilər. Məsələn, əşya sürəti anamın kitabında kitab, yəni o Gülbaharın oxuduğu kitab əşya sürətidir, amma ideyaya təsir edir. Önəmlidir bu sürət burada. Məsələn, o kitabı Gülbahar oxumasa sən ideyasını anlaya bilərikmi? Xeyr, anlaya bilmərik. Ona görə də bu sürətlərdə küçümsənməyə türklər demiş, bunların önəmli rolu vardır. Bir də təsvirlər var ədəbiyyatımızda. İki dənədir əsasən, portret təsviri və əhval-ruhiyyə təsviri. Portret təsviri o təsvirə deyilir ki, portreti mən təsvir edəndə obrazın xarici görünüşünü təsvir edirəm. Məsələn, obrazın paltarını, geyimini, üzünü, gözünü, qaşını, burnunu təsvir edirəmsə, bu portret təsviridir. Və portret təsvirində oxucu obrazın portretini oxuyanda, obraza qarşı oxucuda nifrət və rəğbət yarana bilər. Məsələn, birini mən burnunu uzun təsvir edəsəm, gözlərini qabarıq, qəddar forma təsvir edəsəm, təbii ki, oxucu oxuyanda o obraza qarşı nifrət yarana bilər oxucuda. Amma əhval-ruhiyyə təsviri isə obrazın xarici görünüşünün yox, əhval-ruhiyyəsini təsvir edir. Yəni, orada obrazın keçirdiyi hisslər, qəzəblənməsi, sevinməsi, kədərlənməsi əks olunur.
Bununla yanaşı son olaraq biz bədii yaradıcılıq metodu və ədəbi cərəyanına da baxaq. Bədii yaradıcılıq metodu nədir? Deməli, ümumiyyətlə metod geniş anlayışdır. Ta qədim dövrdən bu günə qədər bizim yazıçılarımızın müxtəlif tərəfli tutan metodlar var. Onlardan birincisi realist metoddur. Realist sözü realizm həqiqət deməkdir. Həyat hadisələrini olduğu kimi əsərdə işlətməyə deyilir. Yəni bu metod o metoddur ki, orada bir yazıcı real həyatda nə baş verirsə, onu olduğu kimi götürüb əsərə qoyacaq. Öz təxəyyülünə çox müraciət eləməyəcək. Və bizdə realist metodu ilk dəfə Vaqif istifadə edib. Çünki Vaqifdən qabaq daha çox sufiyanə eşq mövzusunda, ilahi eşq mövzusunda əsərlər yazdırdı. Vaqifin gəlişi ilə artıq biz real gözəlin tərənnümündən meyilli əsərlərin şahidi olduq. O da təsadüf edir 18-ci əsrə. Bunu yadda saxlayaq. Və realist metod özü iki yerə bölünür. Birincisi tənqidi realizmdir. Tənqidi realizmdə yadda saxlayaq ki, reallıq tənqid edilir. Məsələn, sənin cəmiyyətin yaltaq bir cəmiyyətsə, ya da məsələn, qul kölə təfəkkürlü cəmiyyətsə, sən orada onların bu həyat tərzini əsərlərində tənqid edəcəksən. Olduğu kimi salıb tənqidə yol açacaqsan. Və tənqidi realizm 19-cu əsrdə öz əsasını qoyub və tənqidi realistlər Molla Nəsrəddin jurnalının ətrafında birləşirdilər. Adlarını yadda saxlamaq önəmlidir. Məsələn, Cəlil Məmməd Quluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faqih Nemanzadə, Nəzmiyə Haqverdiyev, Qəmküsar Möcüz. Bunları yadda saxlamalısınız. Testdə düşən məqamlardır bu adlar. Yəni burada gördüyüm bu yazıçılar cəmiyyətin dövrün reallığını əsərinə salıb tənqidi formada oxucuya təqdim edirdilər. Sabirin şeylərini oxuyuruq da, görürük ki, məsələn, Sabir orada tənqidə yol açır. Məsələn, kəndlirin tənqid edir, yeri gəlmişkən susduğu üçün mülkədarı tənqid edir. Amma həm Sabirin dövründə zaten kəndli o vəziyyətdə idi, mülkədar da o vəziyyətdə idi. Yəni Sabir özündən bir şey əlavə eləmir. Reallığı gətirib sadəcə əsərə qoyur. Bizdə bir də maarifçi realizm var. Maarifçi realizm nə deməkdir? Burada isə artıq maarifçi realistlər ağlı, maarifi, təhsili ön plana salırdılar. Onlar tənqidə çox meyilli deyildilər. Onlar məsələn əsər yazırdılarsa, əsərdə sənə əxlaqi ibrətamiz hadisələri ön plana çəkirdilər. Reallıqdır ya, hər şey dövrün real tələblərinə uyğun yazılırdı əsərdə. Amma tənqidiyər nə təbliğ metodundan istifadə edirdilər. Onlar da məsələn Nərimanov, Axundov, Qənizadə və Əfəndiyevi nümunə göstərə bilərik. Axundov deyəndə Mirzə Fətəli yox, təbii ki, Süleyman Sani Axundovdan söhbət gedir. İndi isə gəlirik romantik metoda. Realist metodun tam tərsi romantik metoddur. Romantik metodda yazıcı öz təxəyyülünə və fantaziyasına əsaslanır. Real həyatda gördüyünü yox, görmək istədiyini, gələcək utopiyasını əsərə məsələn qeyd edir. Və burada müəllifin ideyalarında olan düşüncələr öz əksini tapır. Amma burada romantik metodun önəmli cəhəti budur ki, bu realist metodun daha qədimə gedib çıxır. Hətta Nizaminin dövründə belə romantik metodun Nizami özü istifadə edirdi. Onun İskəndərnamə əsərinin utopiya anlayışı var, xoşbəxtlər ölkəsi. O müəllifin öz təxəyyülünün məhsuludur. Görmək istədiyi bir cəmiyyəti, olmayan bir cəmiyyəti var edir əsərdə. Bu artıq romantik metoddur. Sən də bir yazıcı olmaq istəyəcəksənsə, öz seçimini etməlisən. Ya romantik olacaqsan, ya da realist olacaqsan. Məsələn, məndən olsa, mən romantizmi daha meyilli ola bilərəm. Çünki romantik metodun cəmiyyəti islah eləməsi daha mümkündür. Çünki reallıq onsuz yaşaraq da görürsən, amma romantik metod dağılında olmayacaq çıxış yollarını sən əsərdə görə bilərsən. Və romantik metodun nümayəndələri Füyuzat jurnalı ətrafında birləşirdilər. Hüseyn Cavid, Hadi, Hüseynzadə, Şaiq və Səhhət, məsələn, Abbas Səhhəti göstərə bilər nümunə olaraq. Adları mütləq əzbərləməlisiniz, testdə düşən məqamlardır. Və bu metod anlayışına bizdə bir də cərəyan anlayışı var, ədəbi cərəyanlar. Bunların metoddan fərqi nədir? Metod daha uzun, türklər demiş, uzun vadəli bir anlayışdır. Məsələn, ta qədim dövrlərdən bu günə kimi indiyə qədər də bu metodlar ola bilər. İndi belə sən romantik metodda əsər yaza bilərsən. Amma cərəyan isə müəyyən bir dövrdə yaranmış və sonlanmış bir anlayışdır. Məsələn, cərəyanlar ədəbi müəyyən dövrlə bağlıdır. Bir qrup insanın hansısa düşüncə ətrafına birləşməsi ilə yaranır. Məsələn, 10-15 nəfər yığışıb bir cərəyan yaradırlar. Düşüncə tərzi ortaya qoyurlar, sonra həmin cərəyanı müdafiə edirlər. Məsələn, biz ədəbi cərəyanlara Molla Nəsrəddinçilər ədəbi cərəyanı göstərə bilərik. Füyuzatçılar ədəbi cərəyanını göstərə bilərik. Bayaq da dedik, adlarında çəkmişik. Molla Nəsrəddinçilər nəyin ətrafına birləşirdilər? Realist metodun. Füyuzatçılar isə romantik metodun ətrafında birləşirdilər. Sənin burada bilməli olduğun şey nədir? Ədəbi cərəyan qısa anlayış, yaranır və bitir. Və yaxud da, məsələn, müəyyən bir tarixi dövrdə, tutaq ki, Azərbaycana yaranmışsa, hökmran deyil, Rusiyada da elə eyni ədəbi cərəyan olsun. Və yadda saxlayaq, sən bunu metodunu necə fərqləndirəcəksən? Cərəyan sözünü belə yadda saxla. O enerji cərəyanı var. Məsələn, bir an içində səni tok vura bilər
və bir an içində də sonlana bilər də tok. Yəni daimi sən vurmayacaq ki. Cərəyan da elə bir şeydir. Ədəbi cərəyan metoddan qısadır. Bunu yadda saxla. Bir anlıq yaranır, bir 30 il, 40 il davam edir, ondan sonra da sonlanır. Testdə bu cərəyanla metodun fərqi çox düşür, burada diqqətli olmalıyıq. Belə, nəzərə 4-ümüzün əsas izah məqamlarını sizə qeyd elədik. Bunları yadda saxlamağınız vacibdir. Əlavə olaraq nəzəri 3-2-1-ə də baxa bilərsiniz. Videonu bəyənməyi, digər videoları izləyib öyrənməyi və kanala abunə olmağı yaddan çıxarmayaq. Bundan sonraki izahımız çox güman ki, bəzi təsir və ifadə vasitələri olacaq. Növbəti çəkilişlərdə görüşənədək.